verilmişdi. Murovda bu dəqiqədə o post Təbrizin adıyla gedir. O bizim qəhrəmanımızdır. Ona qəhrəman adı... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Zəngilanın qüruru, İskəndərov qardaşları. Ey xalqım, diqqət kəsilin. Bugün sizə qeyrətin, mərdliyin, vətənə sədaqətin simvollar çevrilmiş bir ailədən danışacağım. Zəngilanın iki dovullarından, Ağalı kəndinin qüruru olan İskəndərov qardaşlarından. Bu elin obanın içindən çıxan, torpağın iyini canına hopduran bu qardaşlar. Səxavət maşallah və Mikail birinci Qarabağ müharibəsi alovlananda heç tərəddüd etmədən silaha sarıldılar. Vətən sağ olsun deyib ölümün üstünə getdilər. Onlar savaş meydanında yalnız düşmənlə yox, həm də qorxuyla döyüşdülər və qalib çıxdılar. Bu üç qardaş Qazili zirvəsinə ucaldı. Amma onların bir qardaşı var idi ki, onların arasında ən uca zirvəyə, şəhidlik zirvəsinə yüksəldi. O Təbriz İskəndərov idi. Gənc yaşında canını vətən yolunda fəda edən bir igid. Anasının laylasında böyüyən, amma torpağın laylasına pənah aparan bir qəhrəman. Təbriz elə bir ad qoydu ki, bu torpağın daşında da, yaddaşında da əbədi yazıldı. Onun adı şəhidlər salnaməsinə qızıl hərflərlə həkk olundu. Qardaşlarının fəxri olan Təbriz indi bir millətin qürurudur. Onun ruhu hər dəfə bayrağımız qalxanda ucalır. Hər dəfə Qarabağ Azərbaycandır deyiləndə titriyir bu torpaq. İskəndərovlar ailəsi təkcə Ağalı kəndinin yox, bütün Azərbaycanın qeyrət simvoludur. Bu ailənin tarixini yazmaq Azərbaycanın qəhrəmanlıq kitabına